Selamun aleyküm. Xəbər oxudum, artıq iqtidara yaxın saytlardan eyni mətndə bilirsiniz, bizdə artıq belə də konjunktura nəyi tələb edir, eyni mətndə paylaşılır, istər saytlara, müxtəlif mövzular, daxili, xarici siyasət, istər üstün siyasi şərhçi deyənlərə və s. və onlar da eyni bir çox partiya sədrləri və s. böyük əksəriyyət çox az masa olan içində olur ki, öz fikirləri olur. Eyni də politoloqlara bu sözün aiddir, saytlar və s. hamısı eyni mətndə onu paylaşır. İndi qabağıma çıxdı mən bu iqtidar tərəfindən, dövlət tərəfindən maliyyələşən media qurumları. Yəni dövlət tərəfindən maliyyələşmək, öz dövlət tərəfindən maliyyələşmək ayıb deyil. Ayıb başqa dövlət tərəfindən maliyyələşməkdir. Amma öz dövlət tərəfindən maliyyələşib, amma hakimiyyətin əlində oyuncaq olmaq, bax bu ayıbdır. Bu heç də nə dövlətə, birinci olaraq dövlətə başucalığa gətirmir. Çünki bu artıq dövlətçilik siyasətdir. Bu həmən o hakimiyyət, o siyasi iqtidara o xidmət eləməlidir. Bizə təəssüf olsun ki, dövlət siyasi iqtidar deməkdir. Amma əslində əsl dövlətçilik olan ölkələrdə belə deyil, dövlətdir, fərq etməz, iqtidarın müxalifəti və s. Amma bizdə belə dəqiq təəssüf ki, ona görə həmən o siyasi iqtidar maraqlarına uyğun olaraq, o siyasi konjunktura uyğun olaraq tapşırıqlar verilir və eyni mətn və s. hamı da onu paylaşır və güya bu dövlət maraqlarına cavab olduğu üçün bunu bəhbəhlə təbliğat edirlər. Amma elə deyil, indi həmən o məlumatlardan da biri sən demə bizdə artıq hicab yox, kəlağayı taxılacaq bizim dövlət ənənələrimiz uyğun olur və əsasən bu məktəblərdə, universitetlərdə və iş yerlərində artıq hicab taxanlara imkan verilməyəcək. Bu kəlağayı taxmaq istəyir, başörtüsü kəlağayı taxılsın və kəlağayı da necə taxılır, o şəkildə paylaşılır. Buradan belə saç, baş, hər yer açıqdır və saçda yəni kəlağayı ki, belə olsun. Və bu nümunə olaraq da milli mənəvi dəyərlərlə Qarabağı göstəriblər, kəlağayı atır ayağa, kəlağayı atılandan sonra heç kəs onu adlaya bilməz və s. və bu cür belə pafosda olan bu içi boş bu cür nümunələr göstərilir. Mən onu demək istəyirəm həmən o siyasi iqtidara. Xeyri yoxdur. Sən lap kəlağayı yox, şlyapa da deyə bilərsən. Mustafa Kemal vaxtı ilə Osmanlı türklərinə şlyapa geyindirmədi. Nə oldu? Osmanlı türkü fransız oldu. Yox, yəni o qədən qayıtdı da məhəc. Yəni Osmanlı türkü Osmanlı türküdür. Eynən də bizə də, yəni Sovetlər də çalışdı, bizi tərbiyələndirsin, kasınqa geyindirdi, hicabı çıxartdırıb. Nə oldu? Dəyişdi. Düzdür, təəssüf olsun ki, Sovetlər hələ də Sovetlərin davamçısı olan bu iqtidar da o siyasət apar və bunun belə deyək, izlərini qoyub cəmiyyətdə də. Amma yenə də tam dəyişə bildi, yox. Yeni hicab taxan hicab taxırdı da. İndi eynən də sən kəlağayı taxdıracaqsan, taxacaq kəlağayı. Amma İslam Allahın qanunlarına uyğun olaraq da. Yəni, nə fərq, nə dəyişəcək? Və yaxud da bir dəyişməyəcək, imanı olan, onsuz da bizə məktəbdə təhsil öyrədirlər. Repetitorunu tutacaq, adı yazılacaq, pulunu verəcək, adı yazılacaq, 11-ci sinif qutarıb instituta girəcək və ya da xaricə gedəcək oxumağa. Türkiyədə necə idi əvvəl? Mən oxuyan dövrlərdə Türkiyədə bu hicab qadağası var idi də. Bizim Bakı Dövlət Universitetində o vaxt təhsil aldım. 1999-cu 2003-cü illəri deyirəm. Türkiyəli tələbələr var da, içində çox xanımlar var, hicablı xanımlar, Türkiyəli. Nəyə gəlib oxurdular burada? Ona görə yox, Bakı Dövlət xüsusi belə bir səviyyə malikdir. Yox, sadəcə orada onları qoymurlar oxuma, gəlib burada oxurdular. Burada da qoymasa gedəcək Amerikada oxuma. Nə fərqi var? Yəni onu da qarşısını ala bilməyəcəksiniz. Yəni onu deməsinə əbəs yeri özünüzü yormayın və İslama savaş açmayın. Allah zəfər verdi bizim xalqa, bizim dövlətə. Ona görə Allahın qanunlarının qarşısı getməyin. Riayət eləmirsiniz, etməyin. Hər kəs, Allah seçimi azad verir hər kəsə. Amma Allahın qanunlarını seçənlərə də savaş elan etməyin. Siz bununla Allaha savaş elan edirsiniz və Allahın qəzabından qorxun. Yəni bu ölkədə daha çox güclü iqtidarlar olub, daha çox güclü siyasi liderlər olub, dövlət başçıları olub. Hamısının axırı nə olub? Allaha savaş açanlara SSR-ni götürək. Nə oldu SSR-nə? 70 il tab gətirə bilmədi. 70 il. İçdən Allah onu elə dağıtdı ki, əsər əlamət qalmadı. Yəni, etməyin belə şeylər. O ağlınızı, başınızı
yığın. Ağlınızı başınıza yığın. Mən bunu müraciət edirəm. Mən burada şeyxa müraciət edirəm. Allah şükür Paşazadə bu işə bir müdaxilə etsin. Şeyxin bir müsahibəsinə baxmış, deyir, mənim anam deyir, hicab taxırdı. Ən azı ona görə bu müdaxilə eləsin ki, analar yenə hicab taxmağa onlara əngəl, bacılar hicab taxmağa onlara əngəl törədirməsin bu ölkədə. Mən dini komitənin rəhbərinə burada müraciət edirəm, amma hansı dini komitənin rəhbəri? Bizdə dini komitənin rəhbərləri heç, onlar əslində dini yox, anti-dini komitənin rəhbərləridirlər onlar. Ad dini gedib, anti yazısı daha doğru olar. Adam bilmir kimə müraciət etsin bu ölkədə ki, bu vaxxanaliyəyə son qoysun İslama qarşı. Və sonda deyim, o bir söz var, mən onun üstündə deyəcəyim icazənizlə, çünki Azərbaycan türkçəsi tərcüməsini dəqiq bilmirəm. Запретный плод сладкий бывает, сладче bывает. Yəni, əksinə siz bu qadağalarla insanları daha da cəlb edəcəksiniz. Hicaba, İslama və s. Bunun qarşısını ala bilməyək. Meçidləri bağladınız, meçidi muzey belə etdiniz. Nə oldu? İbadət edilənlər ibadət etmirmi? Edir yenə. Yəni, bu yolu gedən onsuz da bu yolu gedəcək. SSR qadağa qoydu. Meçidə, ibadətə, Ramazana edən etmirdimi? Mənim mərhum nənəmin bir sözü var idi. Bəy qızı idi və komünist dövründə də bir strateji bir vəzifədə işləyirdi, müdür idi. Amma onun bir sözü var idi. Uşaqdan mənə demişlər, yəni cibimizdə partbilet, ürəyimizdə Quran. Yəni, eynən də yenə də olacaq. Partbiletin sonu gələcək, amma Quran daimidir, əbədidir. Ona görə Firavundan başlayaraq həmən o Allaha savaş açanlardan nümunə götürməyin. Siz onlardan daha kiçiksiniz. Onlar da heç nə edə bilmədilər. Siz ümumiyyətlə heç nə edə bilməyəcəksiniz və onlar kimi də qərq olunacaqsınız sonda.